Erkin bəy, ailə münasibətlərində biraz sanki bunu buraxmaq olmur axı. Məsələn, yoldaşla münasibətdə, övladlarını qorumada, övladlarını yönləndirmədə məsuliyyətin var sənin. Sən bilmirsən axı necə icra edəsən. Yox, məsuliyyətsizlik demirəm ki mən. Hə. Yox, bilirəm, məsuliyyətsizlik demirsiniz. Sadəcə bizdə ümumiyyətlə həm həyat yoldaşları arası, həm uşaqlara münasibət yanlış matrisalar üzərində qurulub. Demək istəyirsiniz ki, bütün həyatımız yanlışlar Yox, biz necədir? Bu fərqli ölkələrdə bunlar fərqlidir. Təbiətdə də tam fərqlidir. Təbiətdə birinci özünsən. Birinci özümə. Bəli, birinci ruhunuzdur, özünüzsüz. Ondan sonra sizin 100%lıq götürsək, bütün digər insanlara və sahələrə cəmi 20% artır oradan pay verməyə icazəniz var. Siz o 20%-i aşırsınız və orada problem yaranır. Bu uşağa da aiddir. Yəni düşünün ki, siz bir 100 tamdan ibarətsiniz. Gəldiniz işə 20% verməliyik. Bəli, 80 özünüzü tam işə vermək olmaz. Xəyanətdir ruha. Özünüzü tam ailəyə vermək olmaz. Xəyanətdir ruha. Şəkər xəstəliyinin, digər xərçəng xəstəliyinin, ağır xronik xəstəliklərin başında bunlar durur. Ruha xəyanət durur. Ruhun maraqlarına uyğun yaşamamaq durur. Sən bütün layihəni aparıb atmısan hansısa bir uşağa və yaxud da ki, həyat yoldaşına və yaxud da işə. Yaxşı, bəs necə olmalıdır? Dedim də 20%. 20% verdiyi övlada. Bəli. 20% işə. Elə yox. Yəni nə mənada 20%? Yəni hər dəfə siz ki, özünüzün tamını verməyəcəksiniz də uşağa. Həmişə elə bir ki, o tam bölünmədən danışmıram mən. Yəni münasibətdə siz başa düşməlisiniz ki, 80% həmişə özünüzsüz, 20% odur. Sizin həyatınızda yeri 20%-dən çox deyil. Bu belədir. Övladımız deyə bizim. O qədər azdan. Övladınızda onun öz ruhu var. Siz o ruhunu da qoymusunuz inkişaf eləməyə. Qabağını kəsirsiniz. Mənim çox yaxın qohumum, yəni valideynləri tərəfindən 3-4 dənə fərqli ali məktəblərə zorla yönləndirildi. Axırda adam memar oldu. Əl qabiliyyəti, yəni atı plastilindən uşaq vaxtı elə düzəldirdi ki, damarları görsənirdi. Bunu necə həkim, bunu necə mühəndis eləmək olar? Bunu necə riyaziyyatçı eləmək olar? Başqa siz valideynlər elə bilirlər ki, hər şey düz elə, düz eləmirlər. Siz bir dənə baxın da heyvanlara. Neyinir? Yumurtanı qoyur, bala çıxır, uçmağı öyrədir, ağzına yemək çatdırır, buraxır. Sonra o bir dənə bitki var ya, adı var ki, mən ona üfürgən qoymuşam adını. Azərbaycanca adı yoxdur. Yoxdur. Üfürgən qoymuşam adını. Uşaqlara demişəm ki, o vaxtda məqalə yazanda onun adını üfürgən qeyd eləyək. O neyinir? Öz valideynin yanına, valideyn uşağı bunun böyründə bitməsin deyənə belə bir çətir düzəldir, uçdurur, gedir o tərəfdə bitdirir onu ki, yəni burada kölgəsi altında məhv olmasın. Onda biz buraxmalıyıq. Əlbəttə ki, 21 yaşından sonra mütləq buraxmalısınız. Siz bərabər hüquqlu şəxsiyyət və əməkdaşlıq müstəvisində münasibətinizi bərabər davam etdirə bilərsiniz. Ondan başqa digər münasibətlər hər iki tərəfdən təbiətə yanlış, təbiətə ziddir. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumat üçün açıqlama bölməsini oxuyun.